Salam İmamverdi müəllim, Hampa Dağı'na çox xoş gəlmişsiniz. Hörmətli izləyicilər, Hampa Dağı'nın bugünkü qonağı filologiya elmləri doktoru, professor, prezident təqaüdçüsü, Kolatanın fəxri İmamverdi Həmidovdur. Biz İmamverdi müəllim çox istəyərdik ki, siz keşməkeşli həyat yolunuzdan, tərcümi halınızdan, olduğunuz ölkələrdən və tədqiqatlarınız, elmi işlərin haqqında bizə bir məlumat verəsiniz. Biz də bunu izləyicilere təqdim edək. Buyurun, söz sizindir. Çok sağ ol. Çok sağ ol. Yoldan bilirsiniz, ben müqayisə her şeyde büyük vasitedir. Ben bak burada oturup bu hündür bizim doğma diyarın hündür nöqtəsindən bak bu güzel məskəni seyr edirəm gecə vaxtı. Bu ışıqları ve insanların hayatını təsəvvür edirəm. Mən hər yerdə olduğum buna oxşar mənzərələr istər-istəməz yadıma düşdü. Mən həyatım boyu mənim həm işimin, ixtisasımın bağlı olduğu o dünyanın hissələri, yəni Şərq, Ərəb Şərqi və Avropanın müəyyən hissəsi, bu Polşa, Macaristan deyək, Rusiya, mən aspirantura təhsilini 3 il Moskvada almışam. Və o 3 ildə Moskvadan əlavə aspirant kimi mən məruzə etməli olmuşam. O vaxt ki, Sovet İttifaqında, Kiyevdə, Volqaqradda. Və əsas isə fəaliyyətin bağlıdır Şərqlə, Şərq dünyası ilə, Ərəb aləmi ilə və bizim bu yaxın Şərqlə. Yəni, nəzərdə tuturam Ərəb ölkələri, İran, Türkiye. Bax, bu ölkələrdə mən olduğum yerlər istər-istəməz yadıma düşdü. Bax, bu nöqtə, bu Hampa Dağı'nın bu gözəl, bu hündür, səfalı yeri mənim yadıma saldı. Dediyim kimi, bax, olduğum yerləri, xüsusilə məsələn, Yəməndəki, Yəmən dağlıq ölkədir. O dağların qucağında olmuşam, gəzmişəm. Və onlar yadıma düşdü. Sonra yol üstü Həbəşistanda olduğum dağlıq ölkədir Həbəşistanda. Yenə də bax o yerləri. Sonra və Ərəb ölkələrində də İraqda, şimalında, Mosulda, sonra Səudi Ərəbistan düzdür, onun dağlıq yeri belə deyil, amma hündür yerlərdir. Və cənubda, Omanda, İraqda da şimal hissəsində o yerlər məni yadıma salır. Amma buranın ətri, bu vətən yurdu, bu doğma diyar tamam başqadır. Və mənə insanın ən incə hisslərini oyadır və təşəkkür dolu fikirlər gəlir istər-istəməz. Və burada mən ilk növbədə sağ olsun bizim demək Kolatan Bələdiyyəsinin başçısı Qəbiyev və burada yaradılan bu ideyanın müəllifi, yəni bizim masallı icra başçısı çox hörmətli Araz Əhmədov və bu mənada qarşımda oturan indi bu yerdə mənimlə demək Rauf müəllimin yarattığı o həqiqəti həyata keçirir və bu baxımdan mən də öz təşəkkürümü bildirirəm sizlərə. Sağ olun, valla. Bu vətən diyarı layiqdir, lazımdır. Böyük iş görülüb, çox böyük işdir. Və mən elə bilərdim ki, harada olmuşamsa, onların o həm təbiət, həm mənzərə, həm o uyuşma, o doğmalıq, elə bir ki, burayla müqayisə edilə bilməz. Bax, bu vətən yurdudur. Sağ olun, çox sağ olun, təşəkkür edirəm sizə. Bəli, mən öz fəaliyyətimlə demək, danışmaq, əlbəttə, mən çox üzr istəyirəm, biraz qeyri-təvəzzökarlıq olmasın. Amma mən olanı, həqiqəti deyirəm. Demək, məlumdur ki, mən oxuyanda, məktəbdə oxuyanda, bütün müəllimlərimin dediyi kimi yaxşı oxumuşam, istər
bizim Balaklatan İbtidai Məktəbi, Böyük Kolatan 7 illik məktəbi, Bədalan Orta Məktəbi və yaxşı nəticələrlə qurtarmışam. Sonra qəbul olmuşam. O vaxt demək ən nüfuzlu, həm də ki qəbul olunmaq üçün çox çətin olan Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb şöbəsi. Çünki bu şöbəyə cəmi bir 7 nəfər qəbul olunurdu. Özü də təzə açılmışdı. Ona görə ora ən belə müxtəlif yollarla indi açıq deyirəm. Ora gəlmək istəyənlər də var idi, olub, onların uşaqları və ona görə mənim üçün orada qəbuliyyə çox çətin olub. Amma mən çox razıyam. Öz əməyimin, öz müəllimlərimin əməyinin bəhrəsini gördüm və orada mən çox yaxşı nəticə ilə qəbul olundum. Qəbul olunandan sonra universitetin Şərqşünaslıq Fakültəsi mənim üçün böyük həyat məktəbi oldu. Çünki orada mən həm elm, həm təhsil və həm tərbiyə, mədəniyyət və bütün tarix mənim üçün elə bil ki mən bunları hamısını öyrənməyə girişdim. Və çox sağ olsunlar mənim müəllimlərim və mən universitetdə ilk dəfə olaraq ya da ki ikinci hal idi bu, onu dəqiq bilmirəm, mənə aydın olmadı. Demək, tələbə ikən 3-cü kursu qutaranda məni göndərdilər, demək, Ərəb ölkəsinə təcrübəyə, yəni 1 illik təcrübə. O mənim üçün, o da böyük məktəbidir. Bu təcrübə keçdi, demək, mən elə bilirdim ki, oxuyacağam. Amma onda Sovet İttifaqı tərkibində idi. Bu olub 70-ci illər və 60-cı illər və mən işləməliyəm. İşləmək üçün göndərirlər. Təsəvvür edin, 3-cü kursu qutarmışam, amma hələ təcrübə yoxdur. Amma baxmayaraq ki, getdim. 2 nəfər tələbə idik, mən və bir də başqa bir nəfər. 4-cü kurs tələbəsi təsəvvür edin və demək, oldu işim Yəmən Ərəb Respublikasında tikilmiş Sovet İttifaqının köməyi ilə limanın istifadəyə verilməsi. Və 1 il orada işləməli oldum və ora mənim üçün çox böyük məktəb oldu. Ondan sonra mən qayıtdıqdan sonra 1 il oxumadığım üçün mən ekstrenli verdim imtahanları və yaxşı nəticələrlə verdim. Nəysə qutarandan sonra mən fərqlənməklə qutardım universiteti. Ona görə məni aspiranturaya göndərdilər. Aspiranturaya qəbul olundum. Və məlum oldu ki, aspiranta axı elmi rəhbər lazımdır. Onda o vaxtı bu olub 65-ci ildir olub və elmi rəhbər Bakıda ərəbşünas yox idi ki, elmlər doktoru. Elmlər namizədi də, onda elmlər adlanırdı. Yox idi ki, aspiranta gərək rəhbərlik eləsin. Ona görə qərara gəlindi ki, mən qəbul olunduğum Milli Elmlər Akademisi Ədəbiyyat İnstitutu məni Moskvaya göndərməlidir. Orada, Rusiyada, Moskvada var idi elmlər doktoru. Belə də oldu, ora göndərildim və mən orada, demək, 3 il aspiranturanı oxudum və orada müdafiə elədim. O vaxt ora mənim üçün Moskva məktəbi çox yaxşı məktəb oldu. Yəni, mən nəzərdə tuturam təhsilin demək, aspirant elmi dərəcə almaq üçün o keçdiyim yol, o məktəb mənim üçün həyatımda böyük rol oynadı. Çünki orada yalnız Moskva yox, Sovet İttifaqının başqa şəhərlərindən də göndərilirdi. Hətta xarici ərəb ölkələrindən gələn, onda çox gəlirdi, çünki dostluq var idi və məni tərcüməçi kimi demək, onlarla işləməyə lazım bilirdilər. Müəyyən 1 ay, ya 10 gün, 5 gün, o da böyük məktəb idi. Və nə isə demək, mən Moskvada müdafiə elədim dissertasiyamı və qayıtdım Bakı şəhərində Elmlər Akademisi Nizami Ədəbiyyat İnstitutunda işləməyə.
Nizami Ədəbiyyat İnstitutunda işləyəndə, 1-2 il işləyəndən sonra yenə lazım oldu ki, mən xaricə göndərilməli oldum. Çünki onda əlaqələr var idi və mütəxəssis də az idi, yox idi. Və beləliklə mən Yəmən Ərəb Respublikasına məni göndərdilər və orada mən 4 il tərcüməçi işlədim. Tərcüməçi deyəndə o çox yüksək səviyyədə. Demək, Yəmən Demokratik Respublikasının Nazirlər Şurasının sədrinin yanında 2 bizim Sovet, o vaxtki Sovet mütəxəssisi var idi. Yüksək ixtisaslı konsultant idilər, məsləhətçi idilər. Yəni, baş nazirin məsləhətçisi. Mən onların yanında tərcüməçi işlədim. Özü də iş rus dilində gedirdi onda. Və ora, demək, mən 2 illiyə göndərilmişdim. Amma mənim görünür nəticə elə oldu ki, mən artıq geri qayıtmalıyam, 2 il qutarıb, kontrakt belə idi. Baş nazir Əli Nasır Məhəmməd buna deyiləndə ki, bəs özü də mənə onlar imam deyə müraciət edirdilər. Çünki Yəməndə o vaxtı ondan qabaq Respublikada imamlıq rejimi olub. Daha imam verdi müraciəti yox, imam. İmam kimi tanıyırdılar. O da bir nüfuz deməkdir. Hörmət var idi də yəni. Əli Nasır Məhəmməd mənə dedi ki, yox, səni buraxmırıq. Sən yenə də uzatmalısan. Bir ildə uzatdılar. Bir il qutarandan sonra 3 il yenə də həmin vəziyyət. Yenə də deyir, yox, biz buraxmırıq. Biz istəyirik ki, sən 1 ildə işləyəsən. Nəysə 1 ildə işlədim, bu 4 il işlədim. 4 il işləyəndən sonra uğurla o mənə çox yüksək belə qiymət verdi və qayıtdım. Yenə öz işimdə Nizami Ədəbiyyat İnstitutunda işləyirdim və 2 ildən sonra yenə də lazım oldu. Bu iş tələbə daha yoxdur, ya da kifayət qane eləməyən görünür kadrlardır və məsləhət oldu ki, məni göndərdilər bu dəfə İraq Respublikasına. Demək, Bağdadda Xarici İqtisadi Əlaqələr Nazirliyi var idi, bizim Moskvadakı nazirlik və onların xətti ilə orada işləməli oldum. İraq ölkəsi də çox maraqlıdır mənim üçün əlbəttə. Çünki əvvələn bu Ərəb dünyasının, ikinci də İslam dünyasının mədəniyyət paytaxtı olub, bir xəlifəlik kimi hələ o vaxtdan, daha sonralarsa bizim hələ yaşadığımız dövrdə mədəniyyət, Ərəb dünyasının mədəniyyət paytaxtı kimi Bağdad məşhurdur. Ona görə nəysə orada da işlədim, 4 il və bu Bağdadda olduğum müddətdə həqiqətən mənim üçün çox yaxşı. Çünki mən artıq tərcüməçi kimi işləyirdim, amma Bağdadda mədəniyyət mərkəzidir. Artıq mən Bağdad alimləri ilə, Bağdad jurnalları ilə, qəzetləri ilə, onlarla əlaqə yarandı məndə. İstər-istəməz mən məqalələrim çıxdı onda, demək, Bağdad mətbuatında. O da böyük hadisə idi, yaxşı idi də, mənim üçün uğurlu idi. Nəysə, demək, orada da uğurla işlədim. Və bütün bunlardan sonra onlar mənə ölkənin, elə Yəməndə də, İraqda da o işlədiyim nazirlik fəxri fərmanla Moskvadakı İqtisadi Xarici Əlaqələr Nazirliyi, onlar da demək, o işin nəticəsinə görə mənə yaxşı qiymət verdilər. Mənə çox lazım idi, mən işləmək istəyirdim, amma digər tərəfdən mən onda axı müdafiə belədir ki, namizədlik dissertasiyası müdafiə eləmişdim. Mənim müdafiəm yarımçıq qalmışdı. Mən doktorluq eləməliyəm. Ona görə gecikmişdim. Nəysə düşdüm, bu dəfə doktorluq dissertasiyası da üstünə, onunla məşğul oldum. Çünki artıq yenə istəyirdilər, amma mən özüm dedim ki, mənim dissertasiyam yarımçıqdır, mən gedə bilmərəm. Onu müdafiə edeyim sonra. Nəysə belə də oldu və doktorluğu da müdafiə elədim uğurla. Mənim elmi rəhbərim də Rüstəm Əliyev idi, Allah ona rəhmət eləsin. Çox məşhur şərqşünasdır. O vaxtı dünyada məşhur olan bir alim idi. Və o vaxtda mən Ədəbiyyat İnstitutunda işləyirəm bu vaxta qədər.
Demək, hazırda mən Ədəbiyyat İnstitutunun ən aparıcı şöbələrindən biri olan və əvvəl qədim dövr Azərbaycan ədəbiyyatı, indi adlanır ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiriyəm. Mən demək, filologiya elmləri doktoru, professoram və mənim əsas elmi tədqiqat sahəm Azərbaycan ədəbiyyatında Azərbaycan şairlərinin, ədiblərinin ərəb dilində yazdığı irsi öyrənməkdir. Bu irs çox, onun öyrənilməsi bir növ çətin məsələ. Çünki əvvəla materialları əldə etmək lazımdır. İkinci də onun ərəb dilində də bütün bu materialları, onları mənimsəyib, tərcümə etmək və araşdırmaq məsələsi var. Bu baxımdan böyük işdir və amma mən artıq bu işin içinə bu günə qədər artıq buna tam sahib olmuşam. Məsələn, deyək ki, mənim namizədlik dissertasiyam elə o mövzu ilə bağlı idi. Yenə də Azərbaycan ərəb ədəbi əlaqələri idi və deyək ki, məsələn, elə bir faktı deyim ki, bax, o müəllif ki, hələ 9-cu əsrdə yaşayıb İbn Quteybə, ərəbcə yazıb, yaradıb, bax, onun belə bir sözü var. O vaxtı yazıb, 9-cu əsrdə. Demək, bilirsiniz də, İslam yayıldıqdan sonra bizim əhalidə müsəlman, o cümlə Azərbaycan əhalisinin də, hansı ki, onlar da yazıb yaratmaq, onlarda qüdrəti olub, ərəblərlə görünür, qoşulub, gediblər ərəb ölkələrində, Səudi Ərəbistanın o mədəniyyət yerlərində, mədəniyyət mərkəzində yaşayıblar və yaradıblar. Yəni, şeir yazıblar, kitab tərtib ediblər. Bax, bunlardan, onlar bir irs yaradıblar, onlar öyrənilməmişdi. Bax, mənim mövzum o sahə ilə bağlıdır. Bax, o elə 9-cu əsr bayaq dediyim, o İbn Quteybənin belə bir sözü var, mənbələrdən mənə rast gəldi. Ki, o dövrdə 9-cu əsrdə, onun yazdığı məlumatda deyilir ki, demək, Mədinə şəhərində, Mədinədə, Səudi Ərəbistanında, demək, 9-cu əsrdə yazır, hələ bu aiddir 7-ci əsr, 8-ci əsr, 9-cu əsrə. Yazır ki, Mədinə şəhərində gəlmə şairlərin hamısı Azərbaycandan idi. Demək, gəlmə şairlər odur, onlara məvali, məvlat deyirdilər. Yəni, ərəb deyil, amma gəliblər, Azərbaycanlıdır, gediblər orada, qalıblar, yaşayıblar, ərəb dilini elə öyrəniblər ki, şeir yazıblar. Ərəb dilində onların şeirləri çıxıb, yayılıb. Və onların şeirləri, demək, elə şeirlərdir ki, və onları öyrənmək lazım idi. Bax, mənim istiqamətim, elmi istiqamətim odur. Və həqiqətən o mənbənin dediyi kimi 9-cu əsrdə yazıb, Mədinə şəhərində olan gəlməş əhalinin arasından çıxan şairlərin hamısı Azərbaycanlılar idi. Bu böyük uğurdur. Mən onu Azərbaycan mədəniyyəti kimi təqdim eləmişəm və o mətbuatda, ərəb mətbuatında da, bizim elmi mətbuatda da yayılıb. Mənim əsas fəaliyyətim elmi fəaliyyətdir. Mən institutda işlədiyim dövrdə, Ədəbiyyat İnstitutunda mən dissertasiya şurasının əvvəl elmi katibi oldum və şöbə müdürü kimi və bu işdə çox məsuliyyətli işdir, böyük işdir, maraqlı işdir və mənim demək, avtoreferatlarında dissertasiya şurasına elmi katibin gedən müdafiələrin sayı çox olmuşdur. Çünki mən 15 ilə qədər bu işi yerinə yetirmişəm və bu da böyük işdir, böyük işdir. Hazırda bizim institutda, Ədəbiyyat İnstitutunda bu iş davam edir. Artıq indi kadrlar var. Mənim rəhbərliyim altında bir 6 nəfər elmlər namizədi deyək də, elmlər namizədi, fəlsəfə doktorudur indi. Dissertasiyası müdafiə edilənlər olub və artıq onlar özləri müstəqil alimlər kimi
fəaliyyət göstərirlər. Və biz bizim şəxsən mənim elmi fəaliyyətin nəticəsi kimi yazılı demək məqalələrimin və təqdim etdiyim o kitablarda əsas mən daha belə ağır deyəndə, yəni çəkili, qiymətli hesab edirəm. Bizim ədəbiyyat tarixində, Azərbaycan ədəbiyyatı tarixi. Məsələn, əvvəl 3 cild olub, sonra bizim vaxtlarda artıq bir 10 cilddən çox çıxıb. Bax, o ədəbiyyat tarixində həmin dediyim ərəb dilində yazmış Azərbaycanlı şair və ədiblərin yaradıcılığını onu mənim tədqiqatımla təqdim olunur. Bu böyük işdir. İşi təbliğ edirəm və bu işin təbliği hazırda indi də davam edir. Dünyada, xüsusilə ərəb dünyasında gedən konferanslarda iştirakımdır. Və bu konferanslarda iştirak əvvələn doğrudan çox cəhətlidir, coğrafiyası da genişdir. Mərakeş, Qahirə, Əlcəzair, Bağdad, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Səudi Ərəbistanı, Katar, Kuveyt, Bəhreyn, bizim başqa qeyri-ərəb ölkələri, yəni İran, Türkiyə, bunlar da şübhəsiz gedib. Sonra bizim elə qonşu ölkələr, Türkmənistan, Özbəkistan, sonra Gürcüstan, Rusiyada əlbəttə konferanslarda iştirak etmişəm və bu konferanslarda işlədiyim sahə ilə bağlı mövzularda məruzələr etmişəm. 2012-ci ildə Aşqabadda konferans keçirdi və bu konferansa mən də dəvət olunmuşdum. Mən də mövzum oldu Nizami haqqında. Çünki Nizami Leyli Məcnunu ərəb aləmi ilə bağlıdır. Və Leyli Məcnundan yazan ərəb şairləri də var. Onları müqayisə eləmək bizim ədəbiyyatda az aparılıb. O işdən mən məşğul olmuşam, indi də elə oluram. Demək, mənim məruzə elədim. Bir-iki gün konferans davam elədi. Özü də beynəlxalq konferans idi. Ərəb ölkələrindən də var idi. Avropanın bəzi ölkələrindən. Yəni, belə konferanslar bilirsiniz də 2-3 dildə gedir. Hansı dildə? Orada İngilis, Rus, Fars, Türk dillərində. Kim hansı dildə istəyir, amma tərcümə gedir sinxronla da. Və son gündə, yekun gün olur ki, əvvəl ayrı-ayrı seksiyalar olur konferanslarda. Sonra axırıncı gün o seksiyaların yığılır, bir yerdə yekunlaşdırılır. Və iclası aparan bildirdi ki, bəs kim danışmaq istəyir ümumi şəkildə. Adətən orada danışmırlar, ya bir-iki nəfər danışır, elə belə. Bir nəfər çıxdı tribunaya. Bu məlum oldu ki, İran alimidir və danışdı. Ümumiyyətlə də konferans haqqında yaxşı danışdı. Sonra bu əsas qeydi bu imiş ki, buna başladı ki, bəs Azərbaycandan gələn alim, yəni məni nəzərdə tutur, deyir ki, Nizami Azərbaycan şairidir. Yox, Nizami İran şairidir, Fars şairidir. O bunu deyəndə mən birinci cərgədə oturmuşdum, ikinci cərgədə sağ tərəfdə oturan iki erməni alimi vardı. Gördüm bunlar elə bunlara yaxşı ləzzət verdi. Biraz gülüşdülər, sonra tərpəndilər belə. Bu məni lap əsəbləşdirdi ya. Sonra bunlar, indi bu oturdu, dedim, mən söz aldım. Adətən orada danışmırlar, deyirəm də bir-iki nəfər danışır. Söz aldım, çıxdım tribunaya. Başladım danışmağa ki, bəs bu, özü də Rus dilində danışdım. Çünki olurdu da, bayağı dediyim kimi hansı dillər. Başladım Rus dilində, sonra keçdim Türk dilində davam elədim. Ki, bu demək deyilən söz İran şairi Nizami Azərbaycan şairidir. Nizami əsərlərini
fars dilində yazıb, o dövrün tələbi idi. Buna görə Nizamini fars şairi hesab etmək düzgün deyil. Götürək dünyanın başqa qitələr, başqa yerində, coğrafiyaya görə başqa yerində götürək, elə vaxt olur ki, elə dövr, elə əsrlər olub ki, buna bənzər hallar olub. Məsələn, mən bələd olduğum 12-ci, 13-cü əsrlər, 14-cü əsrə qədər Avropada ədəbiyyat İtaliyada, Fransada, İspaniyada Latın dilində yaradılıb. Amma Latın ədəbiyyatı deyilmi? Bunlar Latın ədəbiyyatı deyil. Latın dilində yaradılıb İtalyan ədəbiyyatı deyilir. Bu ya da ki Fransız ədəbiyyatı yaxud İtaliya, İspaniya, Fransa bu ölkələrdə Latın dilində yaradılıb, amma adlanıb bu İtalyan ədəbiyyatı, İspaniya ədəbiyyatı və bu cürə də Azərbaycan ədəbiyyatı fars dilində Nizami yazır, amma onun yaratdığı ədəbiyyat, yazdığı obrazlar və etdiyi o şairin münasibəti Azərbaycan türkçəsinədir, Azərbaycan ədəbiyyatıdır bu. Və bu belədir, həqiqət belədir. Əgər indi dilə görə deməyək, şairin öz məqsədinə görə danışaq, mən misallar çox gətirə bilərəm. Götürək Leyli Məcnunda. Leyli Məcnunda Leylinin təsviri, qəbilə həyatını poema ilə başlayır, Nizami təsvir edir. Leyli belə gözəl qız, onun gözəlliyi haqqında danışır və gözəlliyini təsvir edir və arada belə bir beyt var. Beyt yəni 2 misra var. Şair də yazır. Yazır ki, demək, əsli türk olan ərəb gözəl olar. Baxın görün nə deyir Nizami. Halbuki Leyli, ərəb mənşəlidir, düzdür, ərəbdir. Amma gör Nizami onu elə bil ki, türk, Azərbaycan türkü kimi təqdim eləmək istəyir. Bu mənada, bu şairin məqsədi, o dil burada ikinci dərəcəli olub. Sadəcə o fars dilində yazıb o demək deyil ki, o fars şairidir. Bəs o sətir, o misra nə üçündür? Görürsən o ay. Və belə misalların sayını çox artırmaq olar. Bu yerdə aparıcı iclası dedi ki, Rusça dedi, dedi ki, все ясно, profesör, все ясно. Yəni doğrudan uzanırdı da. İndi mən də dedim, mən o yeri farsça dedim, sonra əvvəl Rusça başladım, özüm qəsdən eləyirəm ki, yəni dil burada şərtli şeydir. Bax, mən Rusçada danışıram, sonra farsça da deyirəm misalları, sonra lazım olsa ərəbcə də deyərəm. Əsas bu deyil, əsas mənim mahiyyətim, nəyi deyirəm, onun haqqında danışmaqdır, ondan söhbət gedir. Və o şeyə dedim ki, o sualı verən İranlıya, dedim, mən başıma, fars dilində deyirəm, qəsdən deyirəm, mən başıma in mövzu idamə mekonam, bədə əz in gəlsə. Yəni deyirəm ki, bu iclasdan sonra mən bu barədə səndən davam etdirərəm bu söhbəti. Beləliklə bu iclas qutardı, indi düşürəm aşağı gedəm, bu İranlı alim gəldi, qucaqladı məni, dedi ki, mən İntornakovdan baba. Baba, mən belə demədim ki, bunu deyirəm. Dedim, nə deyərsən da, dedim də Nizami deyirsən, fars şairidir, Azərbaycan şairi deyil. Mən bundan danışıram. Sonra məlum oldu ki, bu adam, bu həqiqi alim deyil, Yunanistanda fars dilini keçən bir müəllimdir. Demək, o böyük ədəbiyyat alimi deyil. Ədəbiyyatda bu dilləri bilmək və onun mahiyyətini dərindən öyrənmək lazımdır ki, biz gərək bilək, alimlər. Və belə situasiya, belə vəziyyətlərdə gərək cavab verə bilək. Ərəb dilindən Azərbaycan dilinə tərcümələrim olub. Demək, əvvələn
bizim ədəbiyyat, bizim Azərbaycan ədəbiyyatının elə dövrü olub ki, çox təəssüf hələ hamı bunu bilmir, xüsusilə əvvəllər orta məktəbi qurtaranlar. Bizim ədəbiyyatın bir dövrü, deyirəm də 10-cu əsrə qədər Azərbaycan ədəbiyyatı fars dilində, ərəb dilində, fars dilində məlumdur da, dediyimiz kimi Nizami Gəncəvi və başqa böyük şairlər. Amma ərəb dilində də yazanlar olub və ərəb dilində yazılmış ədəbiyyat bizdə öyrənilməmişdi. Bizim ədəbiyyat Azərbaycanda ərəb şöbəsi yaradıldıqdan sonra məndən əvvəl birinci buraxılışda olan elmlər doktoru Malik Mahmudov, o mərhumdur, rəhmətə gedir. Yaxşı alimdir, çox yaxşı alim. O, bax, o sahəyə girişdi və o bir çox yaxşı nəticələr aldı. Mən onu davam etdirən ikinci adam oldum və hazırda da davam etdirirəm. Və o sırada bizim şairlər ərəb dilində yazıblar. Elə indi bayağı adını çəkdim, o məvali şair ki, Mədinədə yaşayırdı, Azərbaycanlı idi. İsmail İbni Yəsar, Yəsar oğlu İsmail, Musa Şahva, Əbuləbbas Əl-Əma. Bunlar hamısı ərəbcə yazıblar, Mədinədə yaşayırlar. Və onların şeirləri qalıb, və onları tərcümə etmək lazım gəlib. Sonra, lap elə uzağa getmir bizim məşhur şairimiz Xaqani Şirvani, hansı ki bu il prezidentin sərəncamı ilə onun 900 illiyini qeyd edirik və bu sahədə doğrudan böyük işlər görülür bizim ədəbiyyat institutunda da. Demək, Xaqani bilirsiniz də fars dilində yazıb. Amma çox az məlumdur ki, Xaqaninin ərəbcədə şeirləri var, ərəb dilində. Və o ərəb dilində şeirləri ilk dəfə mən tərcümə eləmişəm. Və bu kitab çıxıb, Xaqani Şirvani ərəbcə şeirlər. Mənim tərcüməm poetik tərcümə deyil, filoloji tərcümədir. Və bu filoloji tərcümə əsasında artıq bizim şairlər onları poetik tərcüməyə də çəkənlər olub və ondan istifadə ediblər. Sonra bizim ədəbiyyatımızda elə şairlər olub ki, onlar ədəbiyyat aləmimizə bizə məlum deyildi. Onlardan biri, bax, Gəncədə yaşamış 11-ci əsrdə, Nizamidən biraz əvvəl, 12-ci əsrin əvvəli, 11-ci əsr, Ömər Gəncli adlı bir şair olub. Onun yazdığı şeirlər hamısı ərəbcədir. Ərəbcədə mənbələrdə olub, var, amma onu oxumayıblar. Oxumayıblar, yəni tərcümə etməyiblər. Və onları ilk dəfə mən tərcümə eləmişəm və ədəbiyyat tarixində o çıxıb. Şair Ömər Gənci. Və bu, onun o xidməti mənə məxsusdur. Ədəbiyyat tarixində ilk dəfə Ömər Gəncinin adını salmaq. Ömər Gənci özü də yaxşı şair olub. Onun şeirləri nəinki Azərbaycanda, özü də ona fürsət olub ki, o gedib sonra Orta Asiyada yaşayıb. Hələ o vaxt 11-ci əsrdə. Onun şeirləri demək orada da yayılıb, İranda və bu yaxın şərdə, yəni bizə yaxın olan Azərbaycana regionda yayılıb. Bu Ömər Gəncinin ədəbiyyat tarixində ilk dəfə öyrənilməsi o mənə məxsusdur. Demək, biz müsəlman aləmində ümumiyyətlə ərəb dilli ədəbiyyatda və ondan sonra bütün ədəbiyyat aləmində İmam Əli ibn Əbi Talib dini xadim kimi, imam kimi tanınan Əli ibn Əbi Talibin həm şair kimi yaxşı şeirləri var. Onlar ərəb dilində yazdığı şeirlərdir. Və bu şeirlər başqa dillərə də tərcümə edilib. Onlardan bir qismini mən ərəb dilindən mən tərcümə etmişəm. Bu mənim tərcümələrim əlbəttə sətri tərcümə, yəni filoloji tərcümədir, çünki mən şair deyiləm. Və onların əsasında əlbəttə
poetik tərcümə etmək olar. Sonra Əli ibn Əbi Talibin Nəhcül Bəlağə, bəlağət sözüdür. Bu ərəb sözüdür. Belə. Bəlağətin yolu, yəni düzgün, yaxşı danışmağın, ərəb ədəbi dilində yaxşı danışmağın yolu adlı kitabı var. Və bu kitab doğrudan bir ədib üçün çox yaxşı, həm dili öyrənməyə, həm də ki, ədəbi dildən istifadə edib, yaradıcılıq demək yolunda, metodundan istifadə edirlər üçün böyük, yaxşı kitab, dəyərli kitabdır. O kitabı tərcümə edilənlər olub. Amma mən onun tərcüməsi Azərbaycan dilində, məsələn, Türkiyədə çıxmışdı, İranda şübhəsiz çıxıb, fars dilində. Türkiyədə onun çıxmış tərcüməsi əsasında mən onun tərcüməsini hazırladım və Azərbaycanda çıxdı. Nəhcül Bəlağə Azərbaycan dilində. Bunlar ilk dəfə olub, buna görə deyirəm və yaxşı ədəbi, demək bizim ədəbiyyatşünaslar üçün, ədəbiyyatı öyrənənlər üçün ümumiyyətlə də yaxın şərq ədəbiyyatını, ərəb ədəbiyyatını, elə lap fars dilində olan ədəbiyyatı da, ədəbiyyatları müqayisə şəkildə öyrənmək üçün çox yaxşıdır, lazımdır mənbələrdir. Ondan əlavə mən ayrı-ayrı məqalələr şəklində tərcümələrim olub və indi də olub və mən təriqat istiqamətimdir və bunlardan həmişə istifadə edəcəyəm. İmam Edibəm, çox sağ olun. Təşəkkür edirik Hampa dağına gəldiyiniz üçün və Masallı Xəbərləri Milli İnformasiya portalına müsahibə verdiyiniz üçün. Təbii ki, sizin həyat yolunuzu çəkib paylaşmağa illər bəs etməz. Bütün hallarda lakonik olaraq fikirlər bildirdiniz və əminəm ki, izləyicilər sizin müsahibəni maraqlı izləyəcəklər. Sizə hər şeyə təşəkkür edirik. Sizə minnətdarıq. Çox sağ olun gəldiyiniz üçün və müsahibə üçün. Sağ ol, çox sağ ol. Mən də təşəkkür edirəm doğrudan, həqiqətən. Mən görürəm, Araz müəllim, sizdə həqiqətən bir mütəxəssis kimi bu sahəyə artıq necə deyərlər, o hər tərəfli bunları belə götür-qoy eləyən, sonra verdiyiniz suallarda da bu işin təşkilində də bir səriştə vardır və bu yaxşı işdir. Allah sizə kömək olsun. Çox sağ olun, uğurlar arzulayıram və mən özüm üçün bir nəticə çıxartdım ki, gələcəkdə də mən sizlə əlaqə saxlayayım və çünki bizim özümüzün ehtiyacımız var. Öz sözümüzü çatdırmaq istəyirik. Düzdür, kitablar vasitəsilə, öz çıxışlarımızla, amma bax bu yolla, bu elektron vasitələrlə və televiziya şeylərlə, yaymaqla əlbəttə bu daha yaxşı, daha səmərəli metoddur, ondan da istifadə etmək lazımdır. Sağ olun. Çox sağ olun, təşəkkür edirik.